Zəngəzur TV izləyiciləri, günün əsas xəbərini diqqətinizə mən Rəşanə Quliyeva çatdıracağam. Naxçıvan Muxtar Respublikasının Yoluxucu Xəstəliklər Mərkəzinə qida zəhərlənməsi şübhəsi ilə 7 nəfər yerləşdirilib. Bu barədə mərkəzin həkimi Nəzmin Allahverdiyeva jurnalistlərə məlumat verib. Onun sözlərinə görə xəstələr ürək bulanma, ishal, qarın ağrısı və ümumi halsızlıq kimi şikayətlərlə daxil olublar. Onların vəziyyəti orta ağır qiymətləndirilib. Araşdırmalar zamanı məlum olub ki, zəhərlənməyə səbəb dönər və şaurma olub. Qeyd edək ki, zəhərlənmə Naxçıvan şəhər Heydər Əliyev prospektində fəaliyyət göstərən Kasab Dönər adlı dönərxanada baş verib. İsrailin Müdafiə Ordusu Yəməndən atılan raketi zərərsizləşdirib. Bu barədə ordunun mətbuat xidməti məlumat yayıb. İsrailin mərkəzində bir neçə bölgədə hava hücumunun sirenlərinin səsləndirilməsindən sonra Yəməndən atılan raketin qarşısı alınıb. Məlumatda deyilir. Tələfat və dağıntılar barədə məlumat verilmir. Tənəffüs vaxtı məktəbli sinif yoldaşına xəsarət yetirdi. Bugün 25 nömrəli tam orta məktəbdə tənəffüs vaxtı insident baş verib. Bakı şəhər üzrə təhsil idarəsindən Azərbaycan müəlliminə bildirilib ki, 7-ci sinif şagirdi digər şagirdə mübarizə zamanı xəsarət yetirib. Xəsarət alan şagirdə müvafiq tibbi yardım göstərilib. Dərhal təcil tibbi yardım hüquq mühafizə orqanlarına və şagirdin valideynlərinə məlumat verilib. Məsələ aidiyyatı qurumlar tərəfindən nəzarətə götürülüb. Müvafiq araşdırmalar başlanılıb. Hörmətli Zəngəzur TV izləyiciləri, günün ən son xəbərləri bu qədər. Sağ olun, salamat qalın.